Avtoservis Efirdədir, mənim adım Turaldır və bugün biz avtomobillərin işıqlarından danışacağıq. Çünki biz bilirik ki, gecə vaxtı yol keçəndə qarşıdan gələn nəqliyyat vasitələri sürücüləri gözümüzü belə desək kör edirlər. Adətən işıq necə düşməlidir, işıq necə olmalıdır, necə düzgün nizamlanmalıdır. Bax, bu barədə indi Volkswagen-də servis məntəqəsində biz bu barədə danışacağıq. Azad bəy bizə bu barədə məlumat verəcək ki, işıq necə nizamlanmalıdır, forması necə olmalıdır və avtomobilin üzərində, bax, burada göstərməyəm, orada göstərəcək. Kodlar var. Bu kodların mənası nədir və işıqlandırma zamanı bu kodlar nəzərə alınmalıdır? Azad bəy, salam edirəm. Salam aleyküm, xoş gəlmişsiniz. Xoş gününüz olsun. Deməli belə, birinci gəlin başlayaq, işıqların bu üzərində olan hər bir avtomobildə səhv etmirəmsə bu kodlar var. Bu kodlar nəyi bildirir? Bu kodlar, konkretli bu kodlar məsafəni bildirir və faiz dərəcəsi, pogrešность faiz dərəcəsi var. Xəta yox, maşının yüklü olub olmamağını bildirir. Maşını tənzimlənməmişdən qabaq ilk növbədə maşın düz yerdə durmalıdır, təkərləri, kabinəsinin hamısı, təzyiqli hamısı düpbədüz olmalıdır. Ondan sonra nəzərə alınmalıdır ki, bakda nə qədər yanacaq var, yarım bakdır ya artıqdırsa, onda 0,2% qədər dəyişir onlar. 0,2% bu zavodun göstəriciləri, yoxsa maşından maşına olaraq dəyişir? Biz bu tənzimləməni bizim bu aparatla eləyirik. Aparatda da çəkə bilərsiniz, dərməqaması. VAZ 5209. Bu uzaq vuran işıqlar üçün. Yox, indi onu izah edəcəyik sizə. Bu cihaz Volkswagen konserni tərəfindən bizə tövsiyə olunmuş cihazlardan biridir. Bu cihazın vasitəsilə biz bunu indi tənzimləyəcəyik. İstəyirsiniz, baxarsınız bir yerdə necə olacaq, proses necə gedir. Təkərin davleniyasını hazır edib qoymuşuq, düzdür. Düz yerdədir. Hamısı düzdür. Avtokorrektorovkanı yoxlamaq lazımdır. Korrektorovku yoxlamışıq 0-dadır, 0-da olmalı. 0-da olandan sonra biz ikinci addımımızı bu cihazı avtomobilə paralel, front tərəfdən paralel olaraq qoyuruq. Bunun üçün də bu xəttlər bizə kömək edir, burada güzgüdə var. Güzgüdəki düz xətt nəyi bildirir baba bu düz xətt? Düz xətt cihazın front tərəfdən, avtomobilin front tərəfdən qoyuluşu düz olmalıdır, paralel olmalıdır. Yerdə katilin sızıqlarını da görürsünüz, hamısı düz olmalıdır ki, o düzgün yerləşdirə bilərsiniz. Bəli. Cihazın quraşdırılması, ilk dəfə quraşdırılması, düzgün quraşdırılması, korrektorovkanın nəticəsində düzgün olması deməkdir. İlk addımları eləməliyik ki, axırda nəticədə düz korrektorovka. Başlayaq eləməyə. Nəyi necə eləmək lazım? Zəhmət olmasa, hal-hazırda indi düz istiqamətin quracaq. Bütün o dediyim birinci addımlarımızı yoxlamışıq, eləmişik. Hazırda təkərin davleniyasını, daçikin hamısını həll eləmişik. Yəni düz deyən malıdır avtomobilin qabağında. Bəli, bəli, paralel olaraq durmalıdır. Bu xəttlər də onun üçün kömək edir ki, bu göstərsin hamısını. Mən belə başa düşürəm ki, bu işıqlar müxtəlif işıqlardır. Məsələn, qabarit işıqlar, uzaq vuran, yaxın vuran, duman işıqlarının nizamlanması üçündür, yoxsa? Bəli, bax, görürsünüz, oklarla gəlir. Hansı para düşür, görürsünüz, fikir verirsiniz. Hansı para və o xətti biz burada indi görəcəyik, ekranda göstərəcək ki, o xətdən gəlir üstə düşsün. Başa düşdü. Onun üçün də paranın regulation boltları var, onlarla biz onun vasitəsilə düz qoyacaq. İşıqlara təsir eləyir. Məsələn, latoka düşüb, nasıl deyil, məsələn, ki, düşdüm, çıxdım, işığım mən güclü zərbədən danışmıram, amma belə latokda heç bir maniyə onun korrektorovkasını pozmalı deyil. Qardaş, ona hardan baxır ki, ona güzgüdə? Burada güzgüdə var, burada gəlmir, buradan baxıb görəcəksiniz. Həmin o ekran çıxı, o belə bir ki, burada. Bildim. Bəs səhv eləmirəmsə, qarşıda gələn sürücünün çənəsinə düşməlidir işıq, yəni onun üzünü işıqlandırmalı deyil. Yəni, işıq idealda necə olmalı, necə düşməlidir ki, digərinin qarşıdakının gözünü qamaşdırmasın? İşığın korrektorovkası, yaxın işıqların korrektorovkası və həmçinin daim işıqların, uzaq vuran işıqların korrektorovkası elə olmalıdır ki, üzdən gələn siz 150 metrdən bəri keçən maşınların, qanunda da, yol hərəkət qanunlarında da yazılır ki, 150 metrə gələn qarşı maşının gözünü qamaşdırmamaq üçün dalimdən, uzaq vurandan keçirirsən yaxın vurandan. 150 metrdə potensialini sən adamın gözünə salarsan. Amma birinci işıqda, в любом случае, adamın gözünə düşməlidir. Amma bizdə ki, olur. Yaxın vuran işıqlar var. Figurovkanı bəlkə düz eləmirlər, ola bilər faranın özündə nasazlıq var. Yəni, texniki səbəblərə görə ola bilər.
Tutaq ki, işıqlardan söhbət gedirsə. Məsəl üçün də, bəzən avtomobil var ki, məsələn, divara salırsan, görsənir ki, məsələn, gəldi, kəsinti ilə aşağı düşdü, məsələn, sərnişin tərəfdən. Elə mi olmalıdır, yoxsa düz xəttdən olmalıdır? Yox, sərnişin tərəfdən yox, sürücü tərəfdən. Sürücü tərəfdən kəsilməlidir. O elə olmalı. Ha, elə olmalı. Kəsin, düz ola bilməz. Məsələn, Dolayısıyla blижний свет sol tərəfdən yaxın işıq biraz aşağı düşməlidir. biraz aşağı düşməlidir, amma maşın var ki, məsələn, orada tam düz xəttdən gedir və kəsilmə yoxdur. Deməli, onun işığı düzgün nizamlanır. Belə bir manual olaraq özüm avtomobil sürəndə nə görmüşəm, daha doğrusu həm də bunu tövsiyə edirəm. Avtomobilin, qabaqda gedən avtomobilin nömrəsindən yuxarı vurursa işıq, deməli mənim işığım düzgün nizamlanmır. Çünki yuxarı vuranda bagajdan yuxarı salon işıqlandırılır və o artıq onun gözünü belə deyək də vurmuş olur, gözünü kör olmuş olur. O düzdür, amma yenə də nəzərə almalısınız, maşın düz yerdə durur. Maşın yüklüdür, yüksüz deyil. Yenə də avtokorrektor qoşulub, qoşulmayıb. İndi avtokorrektorovkası olmayan avtomobillərdə bəs necə? Avtokorrektor olmayan siz deyən hallarda deməli düzgün. Aha, düzgün vurur. Çox yuxarı vurur. Divara məsələn bu qədər məsafədə, biraz yaxın məsafədə işığı vurmaqla bilmək olar ki, işığın düzgün nizamlanıb yoxsa Ancaq yox. təxmini. Dəqiq deyil də, Dəqiq təxmini. deyil, yox. Ancaq təxmini. Onun üçün spesialni stendlər olur, divarda eləmək üçün, regulovka eləmək üçün. O hal-hazırda indi istifadə olunmur. Volkswagen konserni bizə tövsiyə edir ki, bu aparat. Bu özü aparatın özü göstərirsən ki, bu okeydir, yəni burada kontrol var. Yəni bütün o buradakı olan qrafiklə işığın düşmək səmti düz düşəndə o ekranda görür. O ekranda görəndən sonra onu fiksasiya edir faranı. Deməli düzdür. Aha, deməli düzdür. Amma siz dediyiniz divar məsələsində divarda biraz o qeyri-düzgünlük olur. Bir məsələ də var, avtomat korreksiya olmasa, manual korreksiya var. Bizdə sürücülər adətən bu korreksiyaya fikir vermirlər də. Çünki orada göstərir 0 dərəcə, 1 dərəcə, 2 dərəcə, 3 dərəcə getməlidir. O isə qabaqda oturan və arxada oturanlardan çox şey aslında. Adətən necə olmalı? Yəni qabaqda oturanda onun vəziyyəti hansı vəziyyətdə olmalıdır? O yenə də bilirsiniz, maşın yüklü olmayanda paralar arxası qalxır, paralar düşür biraz aşağı. Və avtokorrektorovka ilə seçirsiniz ki, sizə lazım olan tənzim. Təlimat kitabçasında adını yazılır. Hə, yenə də o təlimat kitabçasında var və sürücü öz vizual gördüyü bu vəziyyətdən istifadə edib onu korrektorovka eləməlidir. Yoxlayır ki, xətlər üst-üstə düşsün. İndi düşdü. İndi xətlər üst-üstə düşdü, okeydir. Və bu deməkdir ki, işıq düzgün nizamlanır. Divarda hansı formada mən görə bilərəm ki, işığım nisbi də olsa ki, Nisbi olsa, heç olmasa gərək görəsiniz ki, faralar istiqamətindən durduğu maşın istiqamətinin yuxarı olmasın, heç olmasa aşağı olsun. yəni kapotdan daha yuxarı vurub yeri işıqlandırmasın. Hündürlüyündən, divarın hündürlüyündən biraz yuxarı ola bilər, amma çox qalxmalı deyil. Təşəkkür edirəm. Təxmin olacaqdır. Minnətdaram. Avtoservisdə bu dəfə işıqların nizamlanmasından danışdıq. Volkswagen Avtomobil Mərkəzinin servis məntəqəsində və dostlar, avtomobilinizin işıqlarını düzgün nizamlayın. Yağ dəyişməyə onsuz da gələcəksiniz. Volkswagen servisə gəlirsiniz, başqa servisə gedirsiniz, fərq eləməz. Onsuz da siz yağ dəyişməyə gələcəksiniz. Əlavə olaraq avtomobilinizin işıqlarını qaydaya salın ki, sonra başqa sürücülərin gözünə maneə törətməsin. Gələn həftə avtoservisdə görüşərik. Qismət olsa.